Tarif müharibələri ilə balans yaradılmağa çalışılır. Bunun yeniçığı açıqlamasında iqtisadçı, Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli deyib. O, ABŞ və Çin arasında tarif rüsumunun pozulması ilə bağlı qarşılıqlı ittihamların gələcək nəticələrini şərh edib. İqtisadçı bildirib ki, mətbuata açıqlamalar verilməsə də danışıqlar aparılır. ABŞ-la Çin arasında tarif müharibələrini bu həftə demək olar ki, həllini tapa bilər. Çünki danışıqlar gedir, çox da açıqlamalar vermirlər mətbuata, amma danışıqların getdiyi ilə bağlı ümumi məlumat var və bu həftə Amerika prezidenti Trumpla Çinin rəhbəri Si arasında telefon danışığı olmalıdır. Buna hazırlıqlar gedir və çox güman ki, bu həftə ərzində gerçəkləşəcək və bu danışıq zamanı çox güman ki, tariflərlə bağlı ümumi razılıq əldə olunacaq. Çünki tariflər bir-birindən çox asılı ölkələrdən söhbət gedir. Amerika və Çin iqtisadiyyatları bir-birindən çox asılıdır. Qarşılıqlı ticarət dövriyyələri hardasa 700 milyard dollara yaxındır. Amerikanın istəyi odur ki, Çin daha çox satır, Amerikadan daha az məhsul alır. İndi bu dəngəni yaratmağa çalışır tarif müharibələri nəticəsində. Çox güman ki, dediyim kimi bu həftə ümumi bir razılığa gələ bilərlər.